Naxçıvan Regional Dost Mərkəzinin açılışı olub. Bura ölkəmizdə yaradılan sayca 8-ci mərkəzdir. Naxçıvan Regional Dost Mərkəzində 15 istiqamət üzrə 164 sosial xidmət göstəriləcək. Gün ərzində təxminən 500-600 vətəndaşın qəbulu nəzərdə tutulur. Bir pəncərə prinsipi əsasında təşkil olunan bütün xidmətlər Muxtar Respublika sakinlərinə rahat, operativ və əlçatan şəkildə təqdim ediləcək. Yaradılan şərait müxtəlif sosial istiqamətlər, pensiya, əmək və məşğulluq, sosial müavinətlər, əlillik, övladlığa götürmə və digər sosial xidmətlərin vahid məkanda, şəffaf formada göstərilməsinə imkan yaradır. Mərkəzin ümumi sahəsi təxmini 3500 kvadrat metrədir. Mərkəzdə 100-dən çox əməkdaş fəaliyyət göstərəcək və 50-yə yaxın könüllü, bizim məşhur artıq könüllü dost proqramı çərçivəsində müxtəlif subproqramlar, yəni könüllü subproqramlar istiqamətində vətəndaşlara dəstək olacaqlar, yardım göstərəcəklər. Agentliyin hal-hazırda 7 mərkəzi, 4 qəbul şöbəsi, 2 xidmət məntəqəsi və 1 Smart Dost xidmət məntəqəsi fəaliyyət göstərir. Burada həmçinin əlilliyi olan şəxslərin tibbi sosial ekspertizası, onların fərdi ehtiyaclarına uyğun reabilitasiya vasitələri ilə təminatı, eyni zamanda xidmətlərdən yararlanmaları üçün ixtisaslaşmış müəssisələrə göndərişlərin rəsmiləşdirilməsi də icra ediləcək. Regional mərkəzdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inklüziv mərkəzlərinin benefisiarları tərəfindən hazırlanan bədii oyma, xalçaçılıq, dulusçuluq, təsvir incəsənət, vitraj, floristika və digər sənət növləri üzrə əl işlərindən ibarət sərgi təşkil edilib. Gələcəkdə isə Naxçıvan Regional İnformasiya Mərkəzinin bazasında Naxçıvan Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi yaradılacaq. Əlilliyi olan şəxslərə hazırda 13 istiqamət üzrə göstərilən sosial bacarıqların inkişafı xidmətlərinin yeni mərkəzdə daha da genişləndirilərək 20-yə çatdırılması nəzərdə tutulur. 2026-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində dost qəbul şöbələrinin yaradılması, 2030-cu ildə isə ölkə üzrə 18 dost mərkəzinin, o cümlədən 60 şöbə və məntəqədən ibarət geniş xidmət şəbəkəsinin formalaşdırılması planlaşdırılır. Qahirə Hüseynova, Aysən Ələkbərova, İTV Xəbər, Naxçıvan.